Anama deyirəm ki, həqiqətən də bir övladlıq borcumu yerinə yetirə bilməmişəm bu gün. Mən azadlığıma qovuşmaq istəyirəm. Balamı istəyirəm. Əgər desələr ürəyində bir arzu reallaşacaq, ilk arzum olar ki, qoy analar heç vaxt ölməsin. Məhkum övladın anaya, məhkum ananın isə övlada möhtac olduğu həbsxana hekayələri. Anama deyərdim ki, məni bağışlasın. Mən hər gecə Allaha yalvarıram ki, anam yuxuma gəlsin. Məhkumların soyuq həbsxana divarları arasında ürək qızdırdıqları yeganə yer rezonansdır. Bəlkə də elə bu səbəbdən uzun illər öz kameralarına doğmalaşa bilməyən məhkumlar rezonansın kamerasına daha çox doğmalaşıblar. Çünki rezonans hər bir məhkumun həbsxana yaşantılarını, etiraflarını və ürək sözlərini səbirlə, diqqətlə dinləyib zindan həyatını olduğu kimi tamaşaçılara çatdırır. Bir sözlə, rezonans məhkum taleyinə bircanə qalmır. Onların dərdlərinə şərik olur. Şərik olur ki, onların islah olunması daha da asanlaşsın. Onlar azad cəmiyyətə layiqli vətəndaş kimi qayıtsınlar. Artıq neçə illərdir məhkumlarla baş-başa qalan rezonans şahidə olduğu ən vacib məqamları sizinlə bölüşmək istəyir. Hər bir məhkumun daim düşündüyü və hər bir məhkumun bir anlıq olsa da yaddan çıxarmadığı bir insan var. Bu insan hər bir məhkumun həyatından qırmızı xətt kimi keçən anasıdır. Ana hər bir insanın hər bir zaman ehtiyac duyduğu insandır. Amma həbsxana həyatında bu ehtiyac daha qabarıq və daha ağrılı görünür. Nə qədər ağrılı olsa da, gəlin indiyə kimi dərdlərinə şərik olduğumuz məhkum övladlarının anaya, məhkum anaların isə övladlara necə möhtac olduğunun şahidi olaq. Adətən keçmiş məhkumlar həbsxana həyatının ilk və son günlərini daha çox xatırlayırlar. Ən çox yadda qalan isə cəzanın son günü, yəni azadlığa çıxdıqları gün olur. Rezonans azadlığa çıxan keçmiş məhkumlarla yol yoldaşı olur. Uzun illər həsrət qaldıqları azadlığın ilk anlarında onların keçirdiyi hiss və həyəcanı olduğu kimi göstərməyə çalışır. Keçmiş məhkumların öz doğmaları ilə, xüsusən də anaları ilə görüş səhnələrini sözlə ifadə eləmək çox çətindir. Ağlama, ağlama. Ağlama. Valideyn nəzarəti və tərbiyəsi olmayan yeniyetmələrin bir çox hallarda yolu həbsxanadan keçir. Həbsxananın dözülməz qapalı şəraitində onlar həm azadlığın, həm də valideynlərin qədrini daha yaxşı bilməyə başlayırlar. Əgər desələr ürəyində bir arzu reallaşacaq, ilk arzum olar ki, qoy analar heç vaxt ölməsin. Analar çox əziyyət çəkir bizə, ona görə. Deyəm, mənim anam gəlir, gözləyir. Orada heç içəri gələndə gözləmir eləmir, promay salırlar. İçəri gəlir, burada görüşü eləyir. Ağlayıram eləm arada. Çünki mən anam üçün darıxamaq ona görə. İndi yəqin ki, elə olar ki, çölə çıxanda anamın yanına ayrılmaram bir də. Məhkumların ən çox qorxduğu bir məqam da var. Həbsxanada ola-ola valideyni itirmək və son dəqiqələrdə onunla bir yerdə olmamaqdır. Valideyni son mənzilə yola sala bilməmək və yas məclisində doğmalarla çiyin-çiyinə dayana bilməmək məhkumların həbsxanada yaşadığı ən ağrılı anlardır. Onlara Allahdan səbir diləyirəm. Buna özü də canlı qəmsanıqdır. Yəni ailəndən, uşağından, anandan. Gör, nətər işdirsə, bir dənə rəhmədə gedənin olur, sən onun üzründə iştirak edəmsən. Məsələn, anam xəstədir, mənim 13 il srokum var. 13 il müddətində Allah uzaq eləsin, ölüm hamı üçün var. Anam rəhmədə getsə, mən onun tabutuna girənməsəm, bu
nə yaşayışdır ki. Bura özü canlı qəmsanlıqdır, belə deyək də. Talehin anası da, atası da o həbsdə olanda rəhmətə gedib. Bu hal məhkum üçün ən dözülməz məqamlardan biridir. O, anasının axırıncı dəfə onun yanına gəlməsini və son dəfə ona baxmasını ömür boyu unutmayacaq. Anam axırıncı dəfə görüşə mənim yanıma gəldi. Çox qozalmışdı, beli bükülmüşdü, güclə yeriyirdi. Biri də özüm ondan nifrət eləmişəm. Anam elə görəndə. Dedi, sənə qurban demişəm, oğul. İnşallah çıxanda qurbanını kəsəcəm. Getdi, qapıdan çıxanda qayıtdı, bir mənim üzümə baxdı. Çox fikirləşdim ki, anam mənə niyə elə baxdı. Getdi, bir həftə keçmədi arası. Rəhmətə getdi. Valideyn dünyasını dəyişər, insan o qədər təsir eləməz də. Yəni ki, evlad, mən bilmirəm bu hardan gəlir, bunun mənbəyi haradır, mən onu hələ də tapa bilmirəm ki, insanda evlad məhəbbəti, evlada olan sevgi, evlada olan bu hisslər hardan doğur? Valideynə qarşı məhəbbət, sevgi başqa sevgidir deyin, o ağırları o cür çəkirsən. Amma mən deyərdim ki, ən böyük əzab elə evlad həsrəti ilə yaşamaqdır. Bu məhkum qadın həbsxana həyatının qara günlərini yaşayır. 2 uşaq anası olan Pərvanənin yanına heç kim gəlmir. Öz analıq adımı, bu gözəl müqəddəs ana adını daşımaq hər ananın, hər qadının borcudur. Amma mən öz analıq adımla, öz başıma baxıram, saçma baxıb utanıb yerə gedirəm. Hər gün, hər gecə. İnan, 4-cü ilə girirəm. Bir dəfə də olsun güzgüyə baxmamışam. Çünki hər baxanda özümü döyüb və özümə nifrət, özümə qarğış edirəm. Özümə deyirəm, sənin yaşamağın yox, sən ölməyə lazımdır. Sadəcə mənim yaşamağım səbəbi övladlarımdır. Bir qapımı döyən olmuyor. Bir dəfə soruşmadı ki, demişəm telefonda, mama nə olar, özün də gəlmirsən, qapıdan uşaqlarımı bıraq, bir dəfə də olsun, onları görüb, mənim varlığımı, yoxluğumu xəbəri olsun. Heç olmazsa onlar bilsinlər ki, mən onların anasıyam, sadəcə onlar səndən istəyir. İndi sən məni bağışlasan da, bağışlamasan da, mən onsuz da vicdan əzabı çəkirəm. Sadəcə gözüm yollardadır, qulağım səslədir, bir an gələr məni çağırar. Ey qadir Allah, bir dəfə də olsa məni sevindir. Öz dərgahını açdığın kimi bu qapını da aç, balalarımı göndər bura. O qızlarımı görmək istəyirəm. Ayaqların tozu olmaq istəyirəm. Qismət olmayacaq. Məhkum üçün öz uşaqlarının ad günündə onlara zəng eləmək ən əzablı məqamlardan biridir. Çünki özləri həbsxanada ola-ola övladlarını təbrik eləmək, onlara xoş sözlər deyib ürək-dirək vermək asan məsələ deyil. Zəng elib təbrik eləmişəm, bəli. Əlimdən nə gələ bilər, heç nə eləyə bilmərəm mən onlara. Necə təbrik eləmişəm? Heç nə, qızım ancaq danışa bilər, oğlum təzə-təzə danışır. Deyir, nə vaxt gəlirsən, müəllim səni çağırır. Nə bilim, mən də ona deyirəm ki, gələcəm. Deyə bilmərəm ki, mən türmədəyim.
Yəni orada məktəb də bilmirlər də, hə? Yox, xeyr bilmirlər o məktəbdə. Məhkumların çoxu həbsxana həyatının elə ilk günlərindən ana deyib dad eləyir. Sahibin də zindanda anası yadına düşüb. Bəs azad həyatda kafe və parklarda səhərə kimi kef eləyəndə anası onun yadına düşürdümü? Deyirsən, anan sağdır, eləmi? Bəli, sağdır. Sən indi qara zindana düşəndən sonra anan yadına düşüb. Heç o parklarda, gecə səhərə kimi, kafelərdə içib sərxoş olanda heç ana yada düşmür, hə? Sözün düzü xeyr. Yəni mən şəxsən elə bilirdim ki, həm həqiqətən belə də olmalıdır, belə yaşamaq, belə. Sənəti şəxsən özümdən hər şeydən üstün tutmuşam da, yəni göz qabağındadır. Mən ancaq meyxanalarda olmuşam, kafelərdə, restoranlarda. İndi gəlib görürəm ki, nəinki ana, övladım da yadımdan çıxmışdı. 6 aylıq idi demək olardı, mən görməmişəm onu. İndi 6-7 yaşı var, dərsə gedir. Görməmişəm, indi ayılmışam ki, nəinki ana, hər bir şey lazımlı bir şeydir. Mən bunların qədrini bilməmişəm. İndi Hafiz bir çox məhkumların həbsxanaya düşəndən sonra dərk elədiyi bir həqiqəti anlamağa başlayıb. Törətdiyi cinayətə görə aldığı cəzanı təkcə o yox, həm də onun əzizləri çəkir. Hafizi ən çox narahat eləyən məsələ anası qarşısında övladlıq borcunu yerinə yetirə bilməməsidir. Onun indən belə borcundan çıxmağı isə çətin məsələdir. Çünki Hafiz ömürlük məhkumdur. Anamın adı Lüda xanımdır. O, gənə deyirəm, o da oruç tutur hər zaman. Allaha dua eləyir ki, övladının qapısı açılsın. Yəni mən həqiqətən də bu əziz gündə üzümü tutub, yəni anama deyirəm ki, həqiqətən də bir övladlıq borcumu yerinə yetirə bilməmişəm bu gün. Mən arzu eləyirəm ki, bu gündən sonra qapım açılsın, heç olmasa az da olsa bir övlad olaraq borcumuzu yerinə yetirim. Ondan başqa iş. Hər bir məhkum üçün yuxu ikinci həyatdır. Onlar real həyatda görə bilmədiklərini yuxuda görməyə çalışırlar. Bəzən real həyatla yuxu bir-birinə o qədər qarışır ki, hansının həqiqi, hansının yuxu olduğunu ayırd eləmək çətin olur. Bəzən də gerçəkdə baş verən hadisə olduğu kimi yuxuda da cəryan eləyir. Elə bu məhkumun gördüyü yuxu kimi. Axşam yuxuda belə görmüşüm. Gördüm üzünü tutub divara. Çöndərdim belə. Deyirəm, ayına məndən küsübsən, niyə danışıbsın? Üzümə baxmadı. Baxdım, üzünü çöndərib oturub. Əynində də ağ paltar. Tezdən durdum, zəng elədim. Demək, saat 10'da canını tapşırıb, gecə. Bütün məhkumlar kimi Əkrəm də anasının xiffətini çox çəkir. Anası üçün çox darıxsa da onun bura gəlməsini istəmir. Onsuz da ona məşəqqətlər yaşadan Əkrəm anasının hər görüşdən sonra mənəvi sarsıntılar keçirdiyini yaxşı bilir. Kim də gəlib getsə, o gələn komissiyanın başında anam gəlir. Ona deyirlər ki, ay arvad, qoca arvadsan, getmə. Biz gedək gəlib sənə danışaq, deyir, yox. Sən gedib öz gözlərinlə görəsən, mən öz gözümlə görmək istəyirəm. Hətta deyirsən ki, ay Allah, yatıram da. Mən hər gecə Allaha yalvarıram ki, anam yuxuma gəlsin. Birinci ana düşür ya da. Ana yoxdur indi, inanın. Darıxır adam. Ən çox mama üçün darıxıram. Anam üçün darıxıram burada. Əgər desələr ürəyində bir arzu reallaşacaq, ilk arzum olar ki, qoy analar heç vaxt ölməsin. Anama deyərdim ki, məni bağışlasın. Ana dedim mən sana. Hər dəfə anamı görəndə ürəyim ağrıyır. Amma mənim həyatda mənə yaxın olan bir anamdır, müqəddəs, bir evladımdır, bir də Allahım. Sifdə necə olmuşamsa. Kim də gəlib getsə, o gələn komissiyanın başında anam gəlir.
Ona deyirlər ki, ay arvad, qoca arvadsan, getmə. Biz gedək gəlib sənə danışaq. Deyir, yox, sən gedib öz gözlərinlə görəsən. Mən öz gözümlə görmək istəyirəm. Ana sözü o qədər mənim üçün əziz, qiymətli sözdür. Yanımda kim mama deyəndə mən yəni yaşımı saxlaya bilmirəm. Onlara qurban olum. Onlar mənim hər şeyimdir, hər şeyim. Bir dənə onu deyə bilərəm ki, bütün analara balalarına